Qaydalar təsdiqləndi. Bu sahələrdə çalışanlar həm erkən, həm də rahat pensiya ala biləcəklər. Belə ki, pensiyaçılar yüksək pensiya məbləğini də seçə biləcəklər. Prosesdə tələb edilən bəzi sənədləri artıq dövlət müəssisələrinin özləri tapacaq və rəsmiləşdirəcək. Hansı sənədlər vətəndaşlardan tələb edilməyəcək? Qanunda başqa hansı dəyişikliklər tutulub? Minayə Zaman təfərrüatlar öyrənib. İş yeri bağlandığı üçün arayış problemi yaşayıb, pensiyaya çıxa bilməyənlərin nəzərinə artıq iş yerindən arayış tələb olunmayacaq. Belə ki, Nazirlər Kabineti əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasında edilən yeni dəyişiklikləri təsdiq edib. Yeni qaydalarla daha tez pensiyaya çıxmaqla bağlı prosedurlar sadələşdirilib. Bildirilib ki, siyahıda yer alan incəsənətin xüsusi sahələri, yeraltı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışan qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Lakin həmin şəxslər bəzi hallarda müəyyən sənədlərin təqdim olunmasında çətinlik yaşayırdılar. Əgər vətəndaşın çalışdığı müəssisə hazırda fəaliyyət göstərmişsə və onun çalışdığı sahə və peşə güzəşt şərtlərlə pensiya hüququ verən peşələrin siyahısındakı sahə və peşəyə uyğundursa, bu zaman güzəştli arayış tələb olunmayacaq. Yalnız əmək kitabçası, arxiv arayışı və ya elektron sistemdəki məlumatlara əsasən qeyd olunan kateqoriyada olan şəxslərə pensiya təyinatı aparılacaqdır. Məsələn, güzəşt şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında ümumi peşələr bölməsində qaz qaynaqçısı peşəsi nəzərdə tutulmuşdur. Vətəndaş əmək kitabçası ilə pensiya təyinatı üçün müraciət edir. Bu zaman müəssisələr verildiyi üçün vətəndaşdan güzəştli arayış tələb edilmir və onun işlədiyi qaz qaynaqçısı peşəsi siyahıda nəzərdə tutulduğu üçün qeyd olunan şəxsə güzəşt şərtlərlə pensiya təyinatı aparılır. Güzəştli şərtlərlə pensiya hüququ olan vətəndaşın əvvəllər işlədiyi iş yeri bağlanıbsa və arayış ala bilmirsə, yeni qaydalardan sonra əmək kitabçasında qeyd və ya arxiv sənədi ilə təyinat mümkün olacaq və hansı pensiya növü üzrə məbləğ yüksək olarsa, vətəndaş daha çox olanı seçmə hüququna malik olacaq. Bundan başqa maaş da pensiyanın hesablanması zamanı nəzərə alınacaq. Mövcud qanunvericiliyə görə pensiyaçı şəxs işləməyə davam edirsə, onun pensiyası hər 6 ildən bir artırılırdı. Bu zaman yalnız onun pensiya kapitalına baxılırdı. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyevin sözlərinə görə digər bir məsələ bu pensiyaların yenidən hesablanmasına edilən dəyişikliklərlə bağlıdır. Pensiya kapitalında nə qədər artım varsa, o yenidən 144-ə bölünürdü və artırılırdı. İndi isə həm pensiya kapitalına baxılacaq, həm də onun indi işlədiyi devirdə, yəni pensiya çıxandan sonra işlədiyi devirdə əmək haqqına baxılacaq. Hansı daha çox pensiya təminatı yaradırsa, o götürüləcək. Yəni indiyə qədər yalnız pensiya kapitalı götürülür. İndi ola bilər ki, əmək haqqı daha çox pensiya yaradırsa, o götürüləcəkdir. Bu da vətəndaşın pensiyasının yaxşılaşdırılmasına səbəb olacaq. Eyni zamanda vətəndaşdan heç bir arayış tələb olunmadan bunlar da elektron qaydada həyata keçiriləcəkdir. Həmçinin yeni qərarla qulluq əlavəsi alan və işləməyə davam edən şəxsin əmək pensiyası hesablanarkən əmək haqqı və ya pensiya kapitalı əsasında hesablanan pensiya məbləğlərindən hansı yüksək olarsa, vətəndaşa həmin məbləğ təyin olunacaq. Minayə Zaman, Şəhla Poladova, Xəzər xəbər.